Herkese selam. Bugün sizinle birlikte 5. sınıf İngiliz dili sayfa 24 ve 25 yazıyken başlayalım. Gördüğümüz gibi reading'dir. Gəlin ilk öncə qulaq asaq və sonra oxuyaq. Pen Pals World. Mason Boy 10 posted at 10:32. Hey guys, how about a game? Post 2 images and people guess your nationality or your country. These are my 2 pictures. What is my nationality? Unicorns are awesome. Posted at 10:35. Mason Boy 10. Are you from the United Kingdom? Oh no, you're from the United States. You're American. What about me? Where am I from? English is the official language in my country. McCupcake. Posted at 10:42. Beautiful. Is it the Maracana Stadium? Are you from Rio de Janeiro? Wait, no, you're not. English is not the official language of Brazil. Are you South African? Oh, yes, you are. That's the Cape Town Stadium. Now guess my nationality. Monty at Home. Posted at 11:15. Wait, is it Mexico? Oh, yes, it is. I'm Mexican too. Look, where is Mariana, my pen pal, from? Unicorns are awesome. Posted at 11:18. That's Copacabana Beach. Is she from Brazil? Monty at Home. Posted at 11:22. Yes, she is. Good job. Track'e qulaq asdığımıza görə gəlin indi oxuyub tərcümə edək. Hey guys, uşaqlar. Bir oyun haqqında nə fikirləşərsiniz? 2 şəkli qoyun və təxmin edin ki, o insan hansı millətdir və yaxud hansı ölkədə yaşayır. Bu mənim 2 şəklimdir. Sizcə mənim millətim nədir? Görürük ki, Mason Boy 10 adlı istifadəçi 2 dənə şəkil qoyub və deyir ki, bu şəkillərə baxaraq mənim millətimi ya da ölkəmi təxmin edin. Ondan sonra Ankrons Ara Afson adlı istifadəçi yazıb. Mason Boy 10. Sən United Kingdomsan, sən Birləşmiş Krallıqdansanmı? Xeyr, sən ABŞ-dansan, sən Amerikalısan. Bəs səncə mən hardanam? İngilis dili mənim öz ölkəmdəki əsas dildir. Burada Unicorns Ara Afson adlı istifadəçisi də gördüyümüz kimi 2 dənə fərqli şəkil qoyub. Miss Cupcake adlı istifadəçi isə yazıb. Gözəl. Bu Maracana stadyumudur. Yəni bundan sonraki insan buna yazır, bunun haqqda. Yəni bunun haqqda. Məsələn, Mason Boy ona cavab verir Unicorn Ara Afson. Sonra ona da Miss Cupcake cavab verir. Belə sanki cavablar altı düzürlər. Comment yazırlar bir-birlərinin altına. Are you from Rio de Janeiro? Sən Rio de Janeiro şəhərindənsən? White. Xeyr, sən deyilsən. Sənin ölkəndə ingilis dili əsas dildir. Sən Cənubi Afrikadansan, deyilmi? Bəli, sən Cənubi Afrikadansan. Səsə ki, bu Kiev şəhəridir. Kiev şəhərinin stadyumudur. İndi isə mənim ölkəmi təxmin edin və o da 2 dənə fərqli şəklə qoyub. Sonra Monty Alpha Home. Göstərin, bu Meksikadır.
Bəli, bu Meksikadır. Mən də Meksikanam. Baxın mən baxın. Mən Marina hardadır? Mənim sinif Peripan parta yoldaşı, sinif yoldaşı kimi keçir. Yəni bu indi Mr. Home deyir ki, mən də Meksikalıyam, bu şəkillərə baxıb. Deyir ki, sizsə mənim sinif yoldaşım hardandır? Mariana. Və Mariana olduğu 2 dənə şəkil qoyub. Unicorns are awesome deyir ki, that's Cocaine Bleach. Is she from Brazil? Bu Cocaine sahilidir. O Braziliyadanmı? Bəli. O Braziliyadandır. Afərin. Biz oxuyub tərcümə etdiyimizə görə gəlin misallara keçid alaq. Look at the text, images and design. What is the check the correct answer? Deyir ki, mətni oxuyun, şəkillərə baxın və uyğunlaşdırın. Sizcə bu bir maqazin səhifəsidir, yoxsa bir dənə saytdır? Gördüyümüz kimi bu daha çox sayt oxşayır və yuxarıda da www işarəsini görürük. Deməli bu bir forum, bir saytdır. Forum sayt, internetdə sualların keçirildiyi yerə deyilir. İkincisi, what is the objective of this type of text? Sizcə bu mətn nə üçündür? Bu sayt. Check the correct answer. Düzgün cavabı seçin. To express an opinion, bir fikri aydınlaşdırmaq üçün. To talk to different people. Fərqli insanlarla danışmaq üçün. Gördüyünüz kimi buradakı insanlar bir-birlərlə əlaqəsi olmayan fərqli yerlərdən gəldi. Onun üçün bu daha çox fərqli insanlarla danışmaq üstünə uyğun gəlir. İndi üçüncü tapşırığımız. Read and listen to the text. Mətni oxuyun və qulaq asın. Decide if the sentences are true or false. Sonra isə uyğunlaşdırın ki, sözlər düzgün və səhvdir. Birinci, Mason boy on is from United Kingdom. Deyir ki, Mason boy Birləşmiş Krallıqlardandır. Bu false. Çünki oxuduq ki, o ABŞ-dandır. İkincisi, Unicorns are awesome is from South Africa. Gördüyümüz kimi əslində də Unicorn are awesome istifadəçisi South Africadandır. Onun sənəsi ki, true. Yəni T. Sonra, Miss Cupcake is from Brazil. Miss Cupcake adlı istifadəçisi Braziliyadandır. Xeyr. Minto Home cavabını öyrənin ki, o Meksikadandır. Onun üçün bura F yazacağıq. False. Yəni bilirsiniz, true doğru, false yanlış deməkdir. Dördüncüsü. Two people are Mexican. 2 adam Meksikadandır. Bu da true'dur. Çünki biz görürük ki, həm Cupcake Meksikadandır, həm də Mint Home Meksikadandır. Onun üçün bura T yazacağıq. Və 5-ci. Mint Home is from Spain. Mint Home İspaniyadandır. Xeyr. Biz gördük ki, o Meksikadandır. Onun üçün buna F yazacağıq. İndi keçək sonraki səhifəmizə. Dildəki qayda. Look at the example below. Aşağıdakı verilmiş nümunəyə diqqət yetirin. Complete the sentence from the form. Və onlara uyğun olaraq cümlələri tamamlayın. Gəlin baxaq. Am I right? Am I right? Mən doğruyam mı? Bəli. Mən doğruyam. Xeyr, mən doğru deyiləm. Are you from Rio de Janeiro? Sən Rio de Janeiro şəhərindəsən? Buraya yazacaq ki, yes, you are. Sən, bəli, sən Rio de Janeiro şəhərindəsən. Ya da yaza bilər ki, no, you aren't. You aren't. Bir də yaza bilərik. İkincisi, is, she, it, from South Africa. Yəni deyir ki, kimsə South Africadandır mı? Sən ilk öncə yazacaqsan ki, yes, she is. Yes, he is. Bəli, o Cənubi Afrikadandır. Bunda isə yazacaqsınız ki, no, he isn't. Yəni o
Cənubi Afrikadan deyil. Are we Mexican? Biz Meksikalıyıq. Yes, we are. Bəli, biz Meksikalıyıq. Burada yazacağıq ki, no, we are not. Yəni biz Meksikalı deyilik. 5-ci. Are they from Brazil? Onlar Braziliyadanmır. Yes, they are. Bəli, onlar Braziliyadandır. No, they aren't yazacağıq. Birinci tapşırığı yazdığımıza görə, yəni ikinci tapşırığa keçək. Ask questions. Suallar verin. Use the words in parentheses. Parantezdə verilmiş sözlərdən istifadə edin. Are you from Russian? Sən Rusiyadansanmı? No, I am not. Xeyr, mən Rusiyadan deyiləm. Mən Cənubi Afrikadanam. İndi baxaq. Is your teacher from United Kingdom? Sual verdik ki, sənin müəllimən United Kingdomlu mudur? İndi üçüncə baxaq. Yəni bunları, bu sualları, bu da verilmiş qayda ilə yazacaqsınız. Is your cell phone from Japan? Sənin telefonun Japoniyadan mı gəlib? Bunlar hamısı sual cümlələri olacaq. 4-cü. Is your classmates from India? Yəni bunda da sual verir ki, sənin sinif yoldaşların Hindistandandır mı? Və son olaraq, is your friend from Brazil? Sən sinif yoldaşın Braziliyadandır mı? Gördüyünüz kimi bütün sualları düzəltdik və suallarını yazdıq. İndi isə onların cavablarını yazaq. İkincinin cavabı belə olacaq. Əgər sizin öz müəlliməniz Birləşmiş Krallıqdan deyilsə, yazacaqsınız ki, no, my teacher isn't from United Kingdom. Yəni mənim müəllimim Birləşmiş Krallıqdan deyil. Əgər telefonunuz Japoniyadan alınıbsa, yaza bilərsiniz ki, yes, my cell phone is from Japan. Mənim telefonum Japoniyadan istehsal olunub, Japonyada alınıb. 4-cü. Your classmates. Is your classmates from India? Sənin sinif yoldaşların Hindistandandır. Yes. My classmates are from India. Bəli, mənim sinif yoldaşlarım Hindistandandır. Və son olaraq, is your friend from Brazil? No. He is from Azərbaycan. Yəni bunlar mən özüm öz haqqında fikirləşərək düzəltdim. Məsələn, əgər sizin oxuyan dostunuz yoxsa, rəfiqəniz varsa, kişi ilə yaza bilərsiniz. 3-cü. Your partner is a famous person.
interview him her. Xəyal edin ki, sənin dostun çox məşhur bir adamdır. Ondan bir interview alın. Interview xəbərlərdən olan kimi, yəni onun haqqında sual verin. Məsələn, what's your name? Sənin adın nədir? My name is Ali. Are you Spanish? No, I am from Azerbaijan. Yəni belə siz partiya yoldaşınıza sual verəcəksiniz, o da cavab verəcək. Bu gün sizinlə birlikdə səhifə 25 və 24 işlədik. Gələcək videomuzda görüşmək ümidi ilə hələlik.